Əgər diqqət etmisinizsə, günümüzün uşaqları artıq xəyal quraraq oyun oynaya bilmirlər. Və bunun bir çox səbəbləri var. Bunlardan birincisi onların ekran müddətinin artmasıdır. Yəni uşaqlar bir qayda olaraq günün yarısında ya telefonla oynayırlar, ya televizora baxırlar, ya kompüter oyunu oynayırlar. Digər səbəblərdən biri ailə uşaqların uzun müddət boş qalmasına imkan vermirlər. Daim olaraq yönləndirirlər. Məsələn, get kitab oxu günən, get yeməyi ye günən, düş aşağı həyətdə uşaqlarla oyna və s. kimi daim olaraq uşaqlar yönləndirməyə məruz qalırlar. Ailə isə çox zaman uşaqların boş qalmasını boş zaman kimi dəyərləndirirlər. Halbuki bir uşağın xəyal quraraq oyun oynaması bir çox faktordan asılıdır və beynin bir çox strukturlarının inkişafından asılıdır ki, bunlardan biri prefrontal korteksi, temporal paydır, amigdaladır, limbik sistem və s. aiddir. Bəs ailələr uşaqların sərbəst oyun oynamaları üçün nə etməlidirlər? Əvvəla onu deyim ki, böyüklər tərəfindən bəsit görülən oyunlar əslində uşaqların elə ən çox xəyal dünyasını inkişaf etdirən oyunlardır. Nə olursa olsun onları yönləndirməyin. Qoy oyunlarını özləri qursunlar. Onlara boş zaman tanıyın. Buraxın, qoyun uşaqlar darıxsınlar. Elə uşaqlar ən çox darıxarkən xəyal gücünü inkişaf etdirərək müxtəlif oyunlar qururlar.